İdeologiya nədir? İdeologiya hər şeyin daha yaxşı ola biləcəyi inancı ilə başlayan, cəmiyyəti inkişaf etdirmək üçün bir plandır. İqtisadçı Anthony Downs'un 1957-ci ildə qeyd etdiyi kimi, ideologiya yaxşı cəmiyyətin və onun qurulmasının əsas yolunun verbal təsviridir. Siyasi ideologiyalar siyasətin elmi deyil, onun siyasi sistemləri başa düşməsi üçün sakit, rasional cəhdlər deyil. Onlar daha çox siyasi sistemləri dəyişdirməyə yönələn öhdəliklərdir. İdeoloqlardan yaxşı siyasət alimləri olmur. Çünki onlar ideologiyanı necə olmalıdır və ya necə olması gərəkdir suallarını siyasət elminin necədir sualı ilə qarışdırırlar. İdeologiyalar çox vaxt siyasi və iqtisadi nəzəriyyələr əsasında qurulur. Lakin kütlələri inandırmaq, siyasi hərəkatlar qurmaq və seçkilərdə qalib gəlmək məqsədi ilə sadələşdirilir və populyarlaşdırılır. İdeologiyaları bəzən nəzəriyyələr də adlandırmaq olar. İdeologiyalar siyasətdə hərəkatları, partiyaları və inqilabi qrupları bir yerə cəmləyib birləşdirir. Mübarizə aparmaq və verilən qurbanları qəbul etmək üçün insanların ideoloji motivasiyaya, nəyəsə inanmağa ehtiyacı var. Amerikalılar bəzən bu məqamı anlamırlar. Onlar mülayimlik və praqmatizmə üstünlük verməklə bugün dünyada ideologiyanın enerji verən effektini anlaya bilmirlər. Müsəlmanlar isə Amerikalılardan fərqli olaraq daha çox ideologiyaya bağlıdırlar. Müsəlman cihadçılar sələfiliyin, tayfaçılığın və anti-müstəmləkəçiliyin, hətta biraz da sosializmin qarışdığına inanaraq öz müsəlman qardaşlarını və Amerikalıları öldürmək üçün həyatlarından keçirlər. Biz Əfqanistanda və İraqda qarşılaşdığımız bəzən İslamçılıq adlandırılan yeni fanatik ideologiyanı başa düşmədik. Biz unuduruq ki, 2 əsrdən çox müddət əvvəl Amerikalılar ideologiyaya xeyli bağlı olublar. John Locke və Thomas Paine'in qələmindən çıxan azadlıq və özünüidarə ideyaları üçün şöhqə gəlib döyüşməyə heç bir ciddi əsasları olmayan ingilislərin və Hessenlərin daha böyük və daha yaxşı təchiz olunmuş ordusuna qalib gəliblər. Bizim vətəndaş müharibəmiz qismən insan azadlığının müəyyənləşdirilməsi və dövlətlərin fərqli yolla inkişaf etmək istəyinə əsaslanan ideoloji əsaslarda baş verib. Yadda saxlayın ki, ideologiyalar heç vaxt onların təbliğatçıların istədiyi kimi baş tutmur. Bəzi gözə görünməyən uğursuzluqlar olur. Bütün ideologiyalarda reallığın qarşısında puç olan arzu edilən fikirlər var. İdeoloqlar dünyanı təkmilləşdirə biləcəklərini iddia edirlər. Reallıq isə əksər hallarda qeyri-mükəmməldir. Adam Smith'in klassik liberalizmi 19-cu əsrin iqtisadiyyatının inkişafına töhfə verdi. Amma həm də böyük sərvət qeyri-bərabərliyinə və dövrə depressiyaya səbəb oldu. O müasir liberalizmlə əvəzləndi. Kommunizm qəddar tiranlığa, iqtisadi uğursuzluğa və məhvə gətirib çıxardı. Çin sürətli iqtisadi inkişafı naminə Maosizmdən sakitcə uzaqlaşdı. Faktiki nəticələri ilə qarşılaşdırılıb ölçükdə ideologiyalar zəif nəticə göstərir. Bu nəyə görə belə olur? Siyasi rəqiblər ideologiyanın icrasına mane olurlar, yoxsa ideyaların özləri qüsurludur? Fikirlərinizi şərh bölümündə yazaraq bu suala aydınlıq gətirə bilərsiniz. Videonun sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.